Salam, Malpay'in rəsmi təqdimatını izləyirsiniz. Bu videoda şirkətin nə ilə məşğul olduğunu, strukturunun necə qurulduğunu, biznesin qurulduğu prinsipləri və özümüzə qarşımıza qoyduğumuz məqsədləri ətraflı izah edəcəyik. Ən fundamental və vacib sualdan başlayaq. Biz kimik? Malpay Kapital, süni intellekt və rəqəmsal maliyyənin kəsişməsində fəaliyyət göstərən beynəlxalq investisiya və texnologiya şirkətidir. Biz rəsmi olaraq Hong Kong yurisdiksiyasında qeydiyyatdan keçmişik və dünyanın 120-dən çox ölkəsində müştəri və tərəfdaşlarla işləyirik. Malpay'in əsasını investisiya idarəciliyi, alqoritmik və yüksək tezlikli ticarət, Web3 və Layer 2 layihələri, böyük verilənlərin analizi və risklərin idarə olunması sahəsində təcrübəsi olan mütəxəssislər komandası təşkil edir. Şirkətə John Mayu İçən rəhbərləyir. Sərgi Asiya bazarlarında investisiya və texnoloji strukturların qurulmasında təcrübəsi olan sahibkar və strateqdir. Onun əsas rolu uzun müddətli vizyon, risklərin idarə olunması və biznesin miqyaslandırılmasıdır. Macao Pay daxilində bir neçə əsas bölmə fəaliyyət göstərir. Bura investisiya departamenti, algoritmik, ticarət və süni intellekt departamenti, analitika və risklərin idarə olunması, məhsul inkişafı komandası, cüzdanlar və ödəniş alətləri daxil olmaqla, eləcə də hüquqi və uyğunluq bölməsi daxildir. Lakin istənilən komanda sadəcə bir alətdir. Əslində vacib olan Malpay'in niyə yaradıldığını və bütün bazar üçün hansı problemi həll etdiyimizi anlamaqdır. Malpay sadəcə növbəti bir investisiya platforması kimi yaradılmayıb. Əvvəldən biz illərlə yalnız bankların, fondların və institusional oyuncuların imtiyazı olan maliyyə alətlərinə çıxışı açmaq üçün təməl qoyduq. Məhsullarımızın hər biri vahid bir məqsədə doğru atılan addımdır. Qlobal bir ekosistem qururuq ki, burada kapital səmərəli işləyir, risklər alqoritmik şəkildə idarə olunur və texnologiya insan imkanlarını əvəz etmək yox, onları gücləndirmək üçün istifadə olunur. Məhz buna görə də yol xəritəmiz çərçivəsində bir neçə əsas istiqamət inkişaf etdiririk. Mao Wallet rəqəmsal aktivlərin təhlükəsiz və müstəqil saxlanması üçün nəzərdə tutulmuş hardware cüzdanıdır. Mao Biokart isə biometrik identifikasiya ilə təchiz olunmuş yeni nəsil ödəniş vasitəsidir. Bu, gündəlik istifadənin rahatlığını artırılmış təhlükəsizliyi ilə birləşdirir. Mao Smart Coin isə həm rəqəmsal mühitdə, həm də ondan kənarda istifadə üçün nəzərdə tutulmuş, dayanıqlılıq və miqyaslanabilənlik üzərində qurulmuş hibrid tokendir. Bu həllər birlikdə sistemli və davamlı inkişafa yönəlmiş, miqyaslanabilən maliyyə infrastrukturu yaradır. Biz qısa müddətli gəlirlərə fokuslanmırıq. Biz uzun müddətli model qururuq. Və bu, təbii olaraq məntiqi bir sual doğurur. Malpay'ın mənfəət əldə etməsinə imkan verən mexanizmlər hansılardır? Cavab tam səffasdır. Biz sabit komissiyalar olmadan performansa əsaslanan ödəniş modeli ilə işləyirik. Siz investisiya planınızda göstərilən zəmanətli hədəf gəliri əldə edirsiniz. İnvestisiya etdiyiniz zaman vəsaitləriniz birgə fond strukturuna daxil olur. Eyni zamanda şirkətin öz investisiya kapitalı və ehtiyatlarını da bu fonda əlavə edirik. Birləşmiş kapital, yəni sizin və bizim vəsaitlər uc istiqamət üzrə bölüşdürülür. Bunlar yüksək tezlikli və alqoritmik kriptovalyuta ticarəti, Web3 və Layer 2 layihələrinə investisiyalar, eləcə də süni intellekt əsaslı analitika və infrastruktur həlləridir. Bizim ticarət və analitik alqoritmlərimiz sistemli şəkildə hədəfdən yüksək gəlir yaradır. Faktiki performansla investorun gəliri arasındakı fərq Malpay'in əməliyyat marjını təşkil edir. Əgər bazarda müvəqqəti itkilər olarsa, şirkət öz kapitalını istifadə edərək investorların bəyan edilmiş nəticəni əldə etməsini təmin edir. Siz proqnozlaşdırıla bilənlik və sabitlik qazanırsınız. Biz yalnız hədəfdən yuxarı performansdan qazanc əldə edirik. Bu, hər iki tərəf üçün ədalətli və faydalıdır. Lakin investor üçün təkcə cari gəlirlər deyil, həm də iştirak sərtləri vacibdir. Biz bir necə rahat və cevik depozit planı təklif edirik. Başlanğıc $100-dan $1000 qədər. 20 gün ərzində gündəlik 0,5%-dən 1,0%-ə qədər direktor geri qayıtdı. Optimal. $1000-dan $10.000 gedir. 30 gün ərzində gündəlik 0,7, 1,2%. Platinum. $10.000-dan $100.000-a qədər.
40 gün ərzində gündəlik 1,0-dan 1,5%-ə qədər. Emit, $100.000-dan $1 milyon qədər. 50 gün ərzində gündəlik 1,2%-dən 1,7%-ə qədər. VIP Venture, $100'dan $1 milyon qədər. 200 gün ərzində gündəlik 1,5%-dən 2,5%-ə qədər. Əsas məbləğ daxildir. Venture Premium, $100'dan $1 milyon qədər. 300 gün ərzində gündəlik 2%-dən 3%-ə qədər. İlk gəlir 24 saat ərzində hesablanır. Gizli ödənişlər yoxdur. Ani çıxarışda. Hər bir plan tam aydın və sabit sərtlərlə işləyir. Bu sərtlərin hüquqi qorunmasını təmin etmək üçün investorlar şirkətlə münasibətlərini Birləşmiş İştirak, İnvestisiya və Tərəfdaşlıq müqaviləsi vasitəsilə rəsmiləşdirə bilərlər. Uç PIPA hüquqi cəhətdən məcburi qüvvəyə malik bir müqavilədir. Bu müqavilə əsasında əməkdaşlıq formatını seçən investorlar üçün iştirak sərtlərini, kapitalın qorunması mexanizmlərini, tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. Müqavilə elektron şəkildə KYC prosedurları və OTP təsdiqi vasitəsilə imzalanır ki, bu da təhlükəsizliyi və düzgün identifikasiyanı təmin edir. Sənəddə şəxsi məlumatların qorunması ilə bağlı müddəalar Hong Kong qanunvericiliyinə uyğun şəkildə əks olunub. Mübahisə yarandığı halda, müqavilə regionun ən nüfuzlu arbitraj qurumlarından biri olan Hong Kong Beynəlxalq Arbitraj Mərkəzi vasitəsilə həll yolunu nəzərdə tutur. Qeyd etmək vacibdir ki, o PIPA məcburi deyil, lakin onu vacib hesab edən investorlar üçün əlavə hüquqi şəffaflıq və qoruma səviyyəsi kimi xidmət edir. Eyni zamanda UPA-PIPA, MAOPay tərəfindən müxtəlif kateqoriyadan olan investorlarla cevik, uzunmüddətli və dayanıqlı əməkdaşlıq üçün qurulmuş daha geniş hüquqi infrastrukturun bir hissəsidir. Lakin müqavilələr və fərdi hüquqi alətlər tək başına mövcud ola bilməz. Onların effektivliyi həmsə korporativ strukturdan, yurisdiksiyadan və biznes prinsiplərindən asılıdır. Məhz buna görə də növbəti vacib məqam MAOPay'in qanuniliyinin və institusional əsasının, yəni bütün şirkət ekosisteminin qurulduğu təməl bazanın sualıdır. Sizin üçün bir investor kimi qanunilik sadəcə bir formalik deyil. Bu etimadın, kapitalın qorunmasının və uzunmüddətli tərəfdaşlığın təməlidir. MAOPay şirkət nizamnaməsinə uyğun olaraq Hong Kongda rəsmi qeydiyyatdan keçmiş bir şirkətdir. Şirkət etibarlı təsis şəhadətnaməsinə, nizamnamə sənədlərinə və tam formalaşmış korporativ struktura, həmçinin investisiya sektorunda ticarət fəaliyyəti göstərmək üçün hökumət icazəsinə malikdir. Şirkətin kapital strukturunu vurğulamaq vacibdir. NNKB təsis formasına əsasən, MAOPay'in icazə verilmiş səhmdar kapitalı 1 milyard ABŞ dolları təşkil edir və bu məbləğ qeydiyyat zamanı tam şəkildə ödənilmişdir. Bu isə o deməkdir ki, şirkət miqyas, institusional standartlar və uzunmüddətli fəaliyyətə fokuslanaraq yaradılıb. Tam ödənilmiş, icazə verilmiş kapital bir vəd deyil, rəsmi sənədlərdə əks olunan hüquqi əsasdır. Şirkətin nizamnaməsində idarəetmə strukturu, direktorların səlahiyyətləri, qərarların qəbul olunma prosedurları və məsuliyyətin məhdudiyyətləri aydın şəkildə müəyyən edilib. Şirkət həmçinin müntəzəm maliyyə hesabatlığı aparır. Maliyyə nəticələri rublluq dərc olunur və real gəlir, xərclər və mənfəəti əks etdirir. Bu da MAOPay'in inkişafını sözlərlə deyil, rəqəmlərlə qiymətləndirməyə imkan verir. Bizim üçün qanuna uyğunluq bir marketinq vasitəsi deyil. Bu, nə investor etimadının, nə də biznesin miqyaslanmasını mümkün olmadığı bir təməldir. Lakin ən güclü hüquqi baza belə tək başına heç bir dəyərə malik deyil. Həqiqi sabitliyi aktiv istifadəcilər, investorlar və ekosistem tərəfdaşları yaradır. İnvestisiya şirkətindən danışanda başa düşmək vacibdir ki, davamlı biznes yalnız investor kapitalı üzərində qurula bilməz. Uzunmüddətli perspektivdə şirkətin dəyəri məhsulların real istifadəciləri meydana çıxanda formalaşır. Məhz buna görə MAOPay üçün müştərilər ikinci dərəcəli element deyil, əsas inkişaf faktorudur. Onlar sabit tələbat, daxili ekosistem dövriyyəsi, brendə etibar və nəhayət şirkətin kapitallaşmasını yaradırlar.
Biz məhsulları qəsdən gündəlik, daimi istifadə üçün inkişaf etdiririk. Təkcə bir dəfəlik əməliyyatlar üçün yox. Beləliklə, bu məhsullardan yalnız peşəkar investorlar deyil, gündəlik həyatında rahat, təhlükəsiz və texnoloji maliyyə həlləri axtaran adi insanlar da istifadə edə bilsin. Bu nə üçün vacibdir? Çünki biz sizə son istehlakçı kimi deyil, tədricən onun təməlinə çevrilən ekosistemin iştirakçısı kimi baxırıq. Malpay məhsullarından real həyatda nə qədər çox insan istifadə edərsə, biznes modeli bir o qədər davamlı olar. Buna görə də biz istifadə rahatlığına, istifadəci təcrübəsinə və uzunmüddətli etibara xüsusi diqqət yetiririk. Biz heç bir halda aqressiv bölməyə can atmırıq. Bizim üçün yüksək keyfiyyətli, sadiq və cəlb olunmuş auditoriya daha vacibdir. Bu yanaşma Malpay'in ardıcıl inkişaf etməsinə və yol xəritəsinin hər mərhələsində mövqeyini gücləndirməsinə imkan verir. Bu artımı miqyaslandırmaq üçün biz xüsusi motivasiya və inkişaf sistemi qururuq. Malpay'in tərəfdaşlıq və liderlik proqramları biz şirkətin vizyonunu boluşmaq və yeni istifadəçilər cəlb etmək istəyən hər bir Malpay iştirakçısına tərəfdaşlıq və liderlik inkişaf modelimizin bir hissəsi olmaq imkanı veririk. Bu modelin əsasını liderləri o şəbəkə və komandalarını inkişaf etdirmək üçün nəzərdə tutulmuş əlavə qazanc sistemi təşkil edir. Gəlin bu strukturu təşkil edən əsas proqramlara daha yaxından nəzər salaq. Tərəfdaşlıq proqramı həddi, yönləndirmə proqramımız 20 səviyyəni əhatə edir. Dəvət olunmuş hər bir tərəfdaşın ilk depoziti, eləcə də şəbəkənizin sonrakı səviyyələrində edilən depozitlər üçün mükafatlar alırsınız. Bu, komandanızı böyütməklə gəlirinizi artırmağın təsirli bir yoludur. Bonuslar aşağıdakı kimi paylanır. Birinci səviyyədə 7%, ikinci səviyyədə 3%, üçüncü, dördüncü səviyyələrdə 2% və 5-ci, 20-ci səviyyələrində 1%. Ümumi potensial referral bonusu 30%-ə qədər çatır. Həcm proqramı 20 səviyyəli referral şəbəkəsi daxilindəki depozitlərə əsasən komanda dövriyyənizi hesablayır. Depozitlər müəyyən əmsallardan istifadə etməklə hesablanır. Birinci səviyyədə 100%, ikinci və üçüncü səviyyələrdə 90%, dördüncü, altıncı səviyyələrdə 80%, 7-ci, 10-cu səviyyələrdə 70%, 11-ci, 15-ci səviyyələrdə 60% və 16, 10-cu səviyyələrdə 50%. Bu struktur şəbəkənin böyüməsini, rütbə yüksəlisini və komanda genişləndikcə daha yüksək bonusları təsviq edir. Liderlik proqramı komanda inkişafını təsviq etmək üçün nəzərdə tutulmuş rütbə əsaslı bir sistemdir. Hər bir rütbə üçün müəyyən bir komanda dövriyyəsi tələb olunur və sabit məbləğdə $60 ilə bonus verilir. Yol Associate partneri ilə başlayır, $10,000 dövriyyə və $100 bonus və Chief Strategistə qədər davam edir, $10 milyon dövriyyə və $100,000 bonus. Reinvest proqramı 7 səviyyəni əhatə edir və tərəfdaşlara təkrar depozitlər üçün mükafat verir. Hər növbəti investisiya müvafiq səviyyədə upline-lara bonuslar qazandırır, bu da müntəzəm reinvestisiyanı və davamlı uzunmüddətli gəlir artımını təsviq edir. Bonuslar birinci və ikinci səviyyələrdə 3%, üçüncü və dördüncü səviyyələrdə 2%, beşinci, altıncı və yedinci səviyyələrdə isə 1% olaraq müəyyən edilib. Ambassador proqramı liderləri komandasının aylıq dövriyyəsinə əsaslanan referral bonusları ilə mükafatlandırır. Uyğunluq tələb olunan liderlik rütbəsinə çatmaqdan asılıdır. Ambassador lider bir üstəgəl ucun $10,000-dan çox olduqda 1%, $25,000-dan çox olduqda 2%, $50,000-dan çox olduqda isə 3%. Country Ambassador lider 4 və daha çox ucun $25,000-dan çox olduqda 2%, $50,000-dan çox olduqda 4%, $100,000-dan çox olduqda 6%, $250,000-dan çox olduqda isə 8%. Global Ambassador lider 7 və daha çox ucun $50,000-dan çox olduqda 5%, $100,000-dan çox olduqda 7%, $250,000-dan çox olduqda 9%, $500,000-dan çox olduqda 12%, $1 milyon çox olduqda isə 15%. Ambassador proqramının sərtləri
komandanın aylıq ümumi investisiya həcminə əsaslanır. Təyin olunmuş hədlər aksi varsa, siz bütün aylıq həcmin müəyyən faizini əldə edirsiniz. Məsələn, komanda həcmi $36.000 olduqda və $25.000-dan yuxarı məbləğə 2% bonus tətbiq edildikdə, sizin mükafatınız $720 olacaq. Komanda həcmi aşağıdakı kimi hesablanır. Birinci səviyyə. İkinci səviyyədə $10.000 100% hesablanır. Üçüncü səviyyədə $10.000 90% hesablanır. Dördüncü səviyyədə $10.000 90% hesablanır. Beşinci səviyyədə isə $10.000 80% hesablanır. Bütün bu proqramlar vahid miqyaslama modelinin bir hissəsidir və bu model vasitəsilə malpay dövriyyəsini artırır, coğrafi əhatəsini genişləndirir və dayanıqlı istifadəçi axını yaradır. Bu yanaşma şirkətə strategiyadan ölçülə bilən nəticələrə keçməyə imkan verir. İndi isə məntiqlidir ki, bu modelin praktikada necə işlədiyinə, hansı nəticələrin əldə olunduğuna, gəlir strukturunun necə dəyişdiyinə və niyə 2025-ci ilin bir dəfəlik uğur yox, konsolidasiya nöqtəsi olduğuna baxaq. 2025-ci il malpay üçün konsolidasiya ili oldu. Vədələrin yox, möhkəmlənmiş nəticələrin ilə. Biz uc əsas sahəyə aydın şəkildə arxalanmaqla başladıq. Algoritmik kripto ticarəti, Web3 və Layer 2-yə yatırımlar, eləcə də məlumat analitikası. Və il ərzində təkcə miqyas genişlənmədi, həm də infrastruktur, risklərin idarə olunması və ticarət icrasının keyfiyyəti gücləndirildi. İlin əvvəlindən etibarən şirkət intizam və səmərəliliyə, xərclərin optimallaşdırılmasına, ticarət modellərinin inkişafına və analitik alətlərin təkmilləşdirilməsinə fokuslandı. Eyni zamanda, uzunmüddətli dəyər yaratmaq və tək gəlir mənbəyindən asılı olmamaq üçün Web3 infrastrukturu və Layer 2 həllərinə strateji reinvestisiya həyata keçirildi. Artım davam etdikcə beynəlxalq genişlənmədə sürətləndi. Xüsusilə Asiyada və bununla yanaşı yeni müştərilərin axını sürətləndi və ticarət həcmləri artdı. Eyni zamanda əsas keyfiyyət göstəricisi olan gəlirli əməliyyatların payı davamlı olaraq yaxşılaşdı və ilin sonuna ən yüksək səviyyələrə çatdı, bu da artımın idarə olunduğunu və nəzarət altında olduğunu təsdiqlədi. 2025-ci ilin nəticəsi aydındır. Pay öz strategiyasını miqyaslama bilən bir modelə çevirdi. Müxtəlifləşdirilmiş gəlir strukturu, gücləndirilmiş texnoloji baza və sabit fəaliyyət dinamikası ilə bu, 2026-cı ildə inkişafın növbəti mərhələsi üçün əsas oldu. Gələcəyə baxaraq, malpay sadəcə bir investisiya şirkəti kimi deyil, uzun müddətli maliyyə və texnoloji platforma kimi görürük. Gələn illərdə diqqətimiz bir neçə əsas sahəyə yönələcək. Birincisi, rəqəmsal məhsulların davamlı inkişafı və onların vahid ekosistemə inteqrasiyasıdır. İkincisi, Asiya, Avropa və digər regionlarda rəqəmsal maliyyə alətlərinə artan tələbat fonunda yeni bazarlara genişlənmək, eyni zamanda ciddi keyfiyyət və risk nəzarətini qorumaqdır. Üçüncüsü, institusional istiqamətin gücləndirilməsidir. Malpay əməliyyat həcmini artırmaq və beynəlxalq mövqeyini möhkəmləndirmək üçün böyük tərəfdaşlar və fondlarla əməkdaşlığı məntiqi növbəti addım kimi görür. Xüsusi diqqət analitika və süni intellekt əsaslı həllərin inkişafına yönəldiləcək. Biz məlumat və avtomatlaşdırmanı köməkçi alətlər kimi deyil, gələcəkdə rəqabət üstünlüğünün əsas mənbələri kimi görürük. Bizim məqsədimiz hər hansı bir qiymətə sürətli artımın arxasınca qaçmaq deyil, uzun müddətli dövr üçün nəzərdə tutulmuş, dayanıqlı, şəffaf və miqyaslana bilən bir biznes qurmaqdır. MyoPay dözümlülük üçün qurulmuş bir şirkətdir, bazar dəyişikliklərinə uyğunlaşa bilən, texnoloji irəliləyişlərdən yararlanan və investorlar, tərəfdaşlar və istifadəçilər üçün uzun müddətli dəyər yaradan bir sistemdir. Əgər bu videonu sona qədər izləmisinizsə, deməli bizim investisiya və biznesin inkişafına yanaşmamız sizə də uyğundur. Malpay strategiya, texnologiya və uzun müddətli düşüncə üzərində qurulub. Biz tez həllər təklif etmirik və ani nəticələr vəd etmirik. Bunun əvəzinə sizi davamlı inkişaf edən və zamanla miqyaslanan bir sistemdə iştirak etməyə dəvət edirik. Əgər sizin ucun harada investisiya etdiyinizi, biznesin necə işlədiyini və qarşıda hansı məqsədlərin olduğunu anlamaq vacibdirsə, sizi Malpay ilə daha yaxından tanış olmağa, materiallarımızı nəzərdən keçirməyə, investisiya sərtləri ilə tanış olmağa və artıq sabah ilk gəlirinizi əldə etməyə dəvət edirik.
İzə qoşulun və mənfəət okeanının bir hissəsinə çevrilin.